Salam, bugün yoga mütəxəssisi olaraq sizə müraciət eləmişik. İstəyərdik yoganın faydalarından danışaq. Ümumiyyətlə yoga nədir? İnsanlar niyə yoga ilə məşğul olmalıdır? Salam, xoş gəlmisiniz. Əvvəla bizim studiyaya. Son zamanlar yoga çox səs salıb bütün dünyaya, belə deyək. Çünki həqiqətən insanların ona ehtiyacı var. Hər birimiz istəyirik təbii yolla bərpa olaq, problemlərdən uzaq olaq və yoga bizə onu verir. Çünki yoqada biz nəfəslərdən istifadə edirik, bədən hərəkətləri, misal üçün çox hallarda müraciət edən insanların problemləri olur, stres, depressiya, panik atak. Təbii yolla biz o problemlərdən azad ola bilirik. Yəni belə başa düşdüm ki, tibbi müdaxilədən öncə yoqaya müraciət olunsa, bəlkə təbii yollarla daha tez şəfa tapmaq olar. Bir mənalı. Çünki bilirsiniz, bizi öyrəşdiriblər ki, biz dərmanlardan istifadə etməliyik. Hətta bir balaca neysə qızdırma olanda, misal üçün qızdırma bədəndə nəyə görə baş verir? O bədən müqavimət aparır. Sənin içində olan virusa, onu şəfalandırır. Onunla döyüşür. Biz hansısa bir dərmanları yəni istifadə edirik, o təbii prosesi saxlayırıq. O dərəcədə bizim bədənimiz yəni ehtiyacı yoxdur o dava dərmanlar. Əlbəttə ki, tibb lazımdır. Bəzi hallarda o çox önəmlidir. Amma hər belə nə bilim depressiyam oldu, özümü yaxşı hiss eləmirəm, getdim orada müxtəlif proseslər baş verir. Biz qan analizi veririk və bizə müxtəlif dərmanlar yazırlar. Sən onu iç, yaxşı olacaqsan. Ümumiyyətcə kimyəvi dərmanlar o müvəqqəti bir yəni qısa. Misal üçün sizin dişiniz ağrıyır, siz gedirsiniz həkimə, o sizə bir dərman verir, diş ağrısı keçir. Dondurur. Dondurur. 2 saatdan sonra o ağrı yenə də qayıdır. Problem qalır axı. Sözsüz, əgər biz öyrəşsək özümüzü şəfalandırmağa təbii yollarla, onda biz daha sağlam oluruq, daha xoşbəxt oluruq, bədən düzgün funksiyada olur. Misal üçün, oturaq işdə olan insanlar və yaxud həyatlarında fiziki hərəkətlər olmayan insanlar, idmanı belə hobbi kimi baxan insanlar, onlarda çox vaxtı gərginlik, əsəb, çünki bellərini düz tutmurlar. Misal üçün, bizim onurğa üstündə sinir halqaları var. O sinir halqaları başlayır sıxılmağa və insan əsəbi olur, tez özündən çıxır. Bu qısa bir yəni nümunədir. Min cürlə proses baş verir bədəndə. Bizim bədənimiz hərəkətlərə ehtiyacı var. Necə biz qidalanırıq, yuxuya ehtiyacımız var, həmçində bədənimiz aktiv hərəkətdə olmalıdır. O yoqada ola bilər və yaxud başqa bir idman növü ola bilər, amma aqressiv idman növü yox. O qətiyyən bizi dayda sinir sistemimizi korlayır, aqressiv idman növləri. Bədənimizdə, indi mən həkim deyiləm, 11-ə yaxın səhv etmirəmsə sistem var. Misal üçün, sinir sistemi, endokrin sistem, qan sistemi, sistemlər çoxdur. Biz heç nə etməyəndə o sistemlər yatırlar. Nəyə görə insanlar əsəbidir? Çünki sinir sistemi yatıb, aktiv deyil. Nəyə görə yatıb? Çünki hərəkət etmir. Və düşünün, o bir söz vardı ki, külək yanımdan keçən kimi xəstələndim. Çünki artıq bədən müqavimət aparmır. Orada min cürlə problemlər baş verir. Sonra onlar çevrilirlər xəstəliklərə, müxtəlif daha gərgin bir proseslərə. Biz də düşünürük ki, gedib o dərmanı alıb içməklə məsələni həll edirəm. Əksinə, onu bilin, nə qədər ki siz o kimyəvi maddələri bədəninizə, təmiz bədəninizə buraxırsınızsa,
bir belə onun xəsarətləri olacaq. Bu gün də olmasa, yəni sabah onun bədən sizdən qisas alır. Belə bir anlayış var yoqada. Bədən səndən qisas alır. Çünki sən onu düzgün bəsləmirsən, o içəridə proseslər gedir, düzgün bəslənmir və baxırıq ki, cavan bir adamdır, misal üçün 40 yaşı var, 50 yaşı var. Birdən-birə bunun bir xəstəliyi tapıldı içində. O xəstəlik birdən-birə olmur. O illərin problemidir, yığılır. Misal üçün düzgün qidalanmırıq və s. problemlər. Sahib, səhər və axşam edilən yoqanın fərqi nədir? Mən elə düşünürəm, səhər etdiyimiz yoga daha faydalıdır. Ümumiyyətcə, biz tez yuxudan durmalıyıq, sübdən yuxudan durmalıyıq. Bədən onda düzgün funksiyasına keçir, sən aktiv olursan və günüvü daha dolğun, daha mənalı, daha faydalı yaşaya bilirik. Səhər etdiyimiz yoga, o misal üçün saat 8-də ola bilər, 9-da ola bilər və yaxud ondan tez də ola bilər, 11-ə qədər. Ac qarna bizim bədənimizdə olan enerjiləri aktivləşdirir, ümumiyyətcə bizim bədənimizdə olan prosesləri aktivləşdirir, sistemləri aktivləşdirir və biz daha çox fayda alırıq ondan. Axşam edilən yoga o daha çox orada dartılmalar olmalıdır. Çünki bədən artıq hazırlaşır yatmağa və o daha huzurlu bir yoga olmalıdır. Biraz meditativ xarakterli keçməlidir. Zehnimizi sakit edək və hazırlaşaq yatmağa. O qədər maraqlı, şaxəli mövzudur ki, yoga. Beynimdə çox suallar fırlanır. Məsəl üçün, növbəti sual istəyərdim olsun ki, şuur altıya yeritdiyimiz bütün düşüncələr sonra bizim taleyimizə çevrilir. Ümumiyyətcə, beyin fəaliyyəti bizim reallığımızı birbaşa əks edir. Biz nə düşünürüksə odur. O səbəbə görə çalışmalıyıq hər zaman pozitiv düşünək. Bilirsiniz, beyin fəaliyyəti, misal üçün siz avtomobildə radionu hansısa bir dalğada qalırsa, səhər avtomobilinizi işə salanda həmin o dalğadan da başlayır çalışmağa. Bizim beynimizdə elədir. Əgər biz düşüncələr içində, problemlər içində yuxuya gediriksə, biz normal yata bilmirik. Səhər yuxudan dururuq artıq yorğun, sanki gün artıq sona çatmaqdadır, amma biz gözümüzü təzə açmışıq. Çünki beyin bütün gecəni işləyib. Bədənimizdən ən çox enerjini alan bizim beynimizdir. 80% enerjini alır. Ona görə o mənasız yerə düşüncələr, həyəcanlar, onları nə qədər biz azaltsaq, belə xoşbəxt yaşaya bilərik. Nə qədər onlardan azad olsaq, bir o qədər həyatımız balansda ola bilər və zövq ala bilərik əslində həyatdan. Bilirsiniz, mən elə düşünürəm ki, hər bir insan özünə qarşı çox sayğı ilə yanaşmalıdır. O hətta Qurani-Kərimdə də deyilir. Sən özünə baxmalısan, öz təmizliyi Təmizlik deyəndə biz yalnız fiziki təmizlikdən söhbət getmir. Bizim zehnimizin təmizliyi var. Yəni, hər bir məlumatı biz belə alırıqsa, inanırıqsa, əlbəttə ki, biz gərgin olacağıq. Çox vaxtı bizə heç bir adiyyəti olmayan məlumatlara görə biz həyəcan keçirdirik. Yəni, çalışmalıyıq özümüzə daha çox sayğılı olaq, düzgün qidalanaq. Əlbəttə ki, fiziki hərəkətlər çox önəmlidir. Mən fiziki hərəkətlər deyəndə, misal üçün, bulvarda 10.000 addım gezməklə o mənə kifayətdir. O çox azdır əslində bədən üçün. Biz çalışmalıyıq, hansısa bir hərəkətlər etdiyimiz zaman tərləyək. Çünki insan tərləyəndə onun bədənində yığılan o negativ emosiyalardır, həyəcandır, gərginlikdir. Onlardan biz azad oluruq tər vasitəsilə. Təəssüf ki, biz elə bir zamanda yaşayırıq. İnsanlar çox komfortda qalıblar. Yəni, şuur olaraq, hətta getdikləri yerə də çalışırlar avtomobillərini düz qapının qarşısında saxlasınlar. Baxın, ikinci mərtəbəyə biz artıq lift çağırırıq. Bu bir faciədir. Baxın, yeraltı keçidlər
gənc insanlar, yəni tələbələr, gənc insanlar yeraltı keçidlərdə eskalatorların üstü doludur insandan. Pilləkənlər bomboş, toz altında. Yəni əlbəttə ki, problemlər bundan qaynaqlanır. Əlbəttə ki, o eskalatorun üstündə olan insanın depressiyası da olacaq, panik atakı da olacaq, qorxusu da olacaq, əminsizlik, səsləri dəyişir. Çox əminsiz səslə danışırlar. Çünki boğaz çakraları başlayır tıxanmağa. Bədəndə enerji qaynamır. Həyat enerjisi, prana, o bizim bədənimizdə qaynamalıdır. Əgər biz həyatda uğurlu olmaq istəyiriksə, nailiyyətlərə çatmaq istəyiriksə, biz parlamalıyıq. Bizim auramız, yəni işıq saçmalıdır. Düzgün nəfəs məşğələsi çox məşhur olan bir düşüncədir hal-hazırda. Düzgün nəfəs al, xoşbəxt olacaqsan. Düzgün nəfəs al, xəstələnməyəcəksən. Düzgün nəfəs almaqla bütün orqanlarımıza nəfəs çatacaq və bizim orqanlarımız nəmişlənməyəcək. Belə bir düşüncə var. Hətta mən bir dəfə sizin yoga dərsinizə qatılmışdım, bir praktikanızda iştirak eləmişdim. Orada belə bir düşüncə eşitdim. Mənim yadımda qaldı və sonra düşündüm ki, bu doğrudan da belədir. Beynimdə analiz etdim, başa düşdüm ki, bu doğrudan da belədir. Düzgün nəfəs bölünəndə ciyər, böyrək, ürək hamısı düzgün qidalanır və nəmişlənib xarab olmur. Düzdür? Bəli. Nəfəs çox önəmlidir insan üçün. Çünki biz birinci nəfəslə dünyaya gəlirik və dünyamızı dəyişəndə son nəfəsimizi veririk. Yəni o qədər bu məna daşıyır da bu cümlə. Nəfəs, çox vaxt insanlar sinədən nəfəs alırlar. Çox qısa nəfəsdir və həyəcan gətirə bilər sizə o və yaxud başqa problemlər yarada bilər. Siz dediyiniz kimi iç orqanlar ventilyasiya olmur, orada nəmişlik yaranır, bakteriyalar yaranır və insanın immun sistemi dayanır. Adi biz dərindən nəfəsi alıb verə bilsək, immun sistemimiz aktivləşəcək. Orada məsələlər çoxdur. Çünki nəfəs çox dərin bir fəlsəfədir. Yoga ona çox böyük diqqət ayırır, pranayama adlanır, müxtəlif nəfəslər. Misal üçün, nəfəs var ki, bizim bədənimizdə enerjini aktivləşir. O çox sadə bir nəfəsdir. Mən onu hər dəfə dərslərimdə izah edirəm. Misal üçün, deyirəm ki, günorta vaxtı siz oturmusunuz ofisdə. Ehtiyac yoxdur o süni adrenalini qaldıran kofeyə. Bizim bədənimizdəki olan mikro-makro elementləri yuyub aparır. Əlbəttə, kofe, biz ona öyrəşirik çünki süni adrenalin verir, sanki bir energetik içki kimi. Müvəqqəti. Müvəqqəti. 2 saat sən gözlərin açıldı, aktiv oldun, amma nə qədər sən ziyan vurdun o 2 saat ərzində. Ondansa nəfəs edərdin və sənə eyni effekti verəcək. Misal göstərə bilərik, nəfəsi necə düzgün almaq lazımdır? Normal halda biz nəfəsimizi dərin alıb veririk. Dərindən al, ver. Bu yanı çalışmalıyıq gün ərzində belə nəfəs alaq. Başqa bir misal çəkim. Misal üçün, dovşan 8 ildən artıq yaşaya bilmir təbiətdə. Çünki bir dəqiqə ərzində çox sürətli nəfəs alır. Səhv etmirəmsə, 20-30 nəfəs alır verir bir dəqiqə ərzində. Onun iç orqanları hər zaman gərgindir. O insana da aiddir. Çünki biz nə qədər nəfəsi alıb veririk tez, qocalma prosesi sürətlə gedir. Amma timsah və yaxud tısbağa, onlar 300 il yaşayırlar, 200 il yaşayırlar. Çünki bir dəqiqə ərzində cəmisi bir dəfə nəfəsini alır, verir. Yəni, iç dünyası o qədər sakit, o qədər hüzurlu olur ki, onun ömrü də o qədər uzun olur. Bədən, ruh və ağlın birləşməsidir yoga, belə bir düşüncə də var. Bəli, ümumiyyətcə yoga sözünün mənası odur. Yuj, qədim sanskrit dilindən. Sən bədənini, ruhunu və zehnini birləşdirirsən. Bu nə deməkdir? Çox vaxtı insanlar, müasir insanlar, bütün planetdə onlar çox sürətli yaşayırlar. Qərarları yalnız beyinlə verirlər. Yəni, intuitiv olaraq vermirlər, hisslərlə
duyğularla yaşamırlar. Yalnız sayır. Çünki həyat maddidir, hər şey saymaqdır. O biraz düzgün deyil. Əlbəttə ki, o insanın təbiətinə uyğun deyil. Nə gözəl olardı ki, biz duyğusal olaq, qərarları qəlbimizdən də verə bilək, tək zehindən yox. Sözsüz bizə intellekt da lazımdır. Çox vaxtı biz ondan istifadə edirik. Amma aşırı dərəcədə onu istifadə etmək, o da bir ziyan gətirir. Sahib, son zamanlar xüsusilə də xanımların marağına səbəb olan çakra mövzusundan danışaq. Bunun səbəbi nədir? Ümumiyyətlə çakra nədir? İnsanları niyə bu qədər cəlb eləyir? Əsas 7 çakra var bədənimizdə. Yəni hansını ki biz energetik kanallar kimi adlandırırıq. Onlar saat istiqaməti deməli tərəfində fırlanır. Boğaz çakrası, sakral çakra, manipura, hər birinin çox böyük önəmi var. Əslində çakralar çoxdur, onlar mindən də çoxdur bədəndə. Amma onlar xırda kanallardır. Ən əsası bu 7-sidir. Misal üçün, yer kürəsi, planet 2 çakra əsasında yaşayır. Ən əsası kök çakrasıdır. İnsan hər zaman yemək istəyir və yatmaq istəyir. Əgər energiya biraz daha yuxarı qalxırsa, insan əylənmək istəyir. Bax, bu 2 çakrada bütün, demək olar ki, 90% insanlar planetdə bax, bu 3 faktorla xoşbaxtdırlar. Yemək, əylənmək və yatmaq. Energiya daha yuxarı qalxdıqca, insan misal üçün kreativ olur, yaratmaq istəyir. O növ insanlar rəssam ola bilirlər. Yəni, energiyamız yuxarı qalxdıqca biz o qədər bədənimizi tanıyırıq, o qədər Tanrı ilə bizim bağımız yaranır. Dualarımızı Allah çox sürətlə eşidir. Qəribə, yəni səslənsə də elədir. Çünki sən artıq o bağı yaradırsan, səni yaradanla. Xanımlarda ümumiyyətcə aydınlanma prosesi kişilərə nisbətən daha çox gedir. Misal üçün, xanımlarda saç uzun olur. Saçın uzun olmağı, o artıq kainatla, Tanrı ilə bir bağdır. Ona görə xanımlar çox intuitiv olurlar. Misal üçün, hansısa bir hadisə baş verəndə, o xanım həmən anda yoldaşına zəng vurur. Çünki intuisiyaları, hissləri daha oyanıqdır. Və əlbəttə ki, xanım daha çox yoqaya meyilli olur. Çünki orada özünə şəfa alır, onu intuitiv edir və daha çox öz qayğısına qalır, öz baxımına qalır. Əlbəttə ki, yoga bizə tək gözəl bədən, sağlam bədən vermir, tam şəfalandırır, bizim sinir sistemimizi bərpa edir. Ümumiyyətcə, hər bir insanın bədənində dərmanlar var. Yəni kollagen kimi, yəni onu inkişaf etdirməliyik. Baxın, misal üçün sizin əgər diziniz əzilirsə, orada bir travma var. Siz müəyyən hərəkətlərlə bədəninizdə dərmanlar var, hansı ki aktivləşdirə bilərsiniz, o sizin dizinizi sağalda bilər. Yəni, kənardan kimyəvi maddələri istifadə etməyə ehtiyac yoxdur. Biz sadəcə olaraq o dərmanları aktiv, sağlam saxlamaq üçün bədəndə düzgün qidalanmalıyıq. Rasionumuz çox geniş olmalıdır, meyvə tərəvəzlər çox olmalıdır. Misal üçün, quru meyvələrdir, baldır, təbii nə varsa onu istifadə edin. Onda sizin bədəniniz daha qüvvətli olacaq. Və bir problem yarananda, sözsüz siz bədəninizi aktiv saxlayırsınız, o da onu bərpa edir. Nə gözəl. Daxilimiz kimyəvi laboratoriyadır. Tanrı bizi bu qədər gözəl və... Tanrı bizi çox mükəmməl yaradıb. İnsanlar onu başa düşmürlər, haradasa anlamırlar.
Bugün yoqanın faydaları haqqında öyrəndik. Gələn buraxılışlarımızda isə bu mövzular ətrafında daha geniş danışacağıq. Hələlik.